Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edir. 12-ci sınağa baxacağıq bugün. Sual 1. A və B məntəqələrində yay gündönümü günü günorta vaxtı günəş şüaları eyni bucaq altında düşür. A məntəqəsi ilə Bakı şəhəri arasında ən qısa məsafə orta miqyaslı qlobusda 4,44 sm olarsa, həmin gün B məntəqəsinə günorta vaxtı günəşin düşmə bucağını hesablayın. Gəlin əvvəlcə bunu çəkək. Bakı bildiyimiz kimi 40 dərəcə şimal enli dairəsində yerləşir. 50 dərəcə şərq uzunluğunda. Deməli, A məntəqəsi deyir Bakı şəhəri arasındakı ən qısa məsafə orta miqyaslı qlobusda 4,44 sm. Orta miqyaslı qlobusun miqyası 1/50 milyondur. Orta miqyaslı qlobusun miqyasından danışırıq. Xəritədəki məsafəni də, qlobusdakı məsafəni də verib 4,44. Belə xəritədəki məsafəyə yazaq. 4,44. Biz həqiqi məsafəni tapmış ola bilərik. Həqiqi məsafə 4,44 vurulsun. 5 0 ataq. 500. O da bərabərdir 2220 kilometr. Deməli, A məntəqəsi 2220 kilometr məsafədə yerləşir Bakıdan. Bura yazaq Bakı. Dərəcəyə çevirmək üçün biz 111-ə böləcəyik. Çünki meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir. 2220-ni bölək 111-ə, o da bərabərdir 20 dərəcə. Deməli, bu məntəqə Bakıdan 20 dərəcəlik məsafədə yerləşir. Lakin biz bilmirik 20 dərəcə şimalda yerləşir, yoxsa cənubda yerləşir. Ona görə hər ikisinə də baxacaq, hər iki varianta baxacaq. Deməli, əgər məntəqə şimalda yerləşirsə, 40 dərəcə plus 20 dərəcə olacaq 60 dərəcə. 60 dərəcə şimal enliyi. Əgər məntəqə cənubda yerləşirsə, 40-dan 20-ni çıxarıq, edər 20 dərəcə şimal enliyi. Ya burada yerləşir məntəqə, ya da burada. İndi biz necə hesablayacaq? Deyir ki, yay gündönümü günü A və B məntəqələrinə günorta vaxtı günəş şüaları eyni bucaq altında düşür. İndi gəlin tapaq görək. Birinci 60 dərəcəyə tapaq görək yay gündönümü günü bu 60 dərəcəyə nə qədər düşür və ya 20 dərəcəyə nə qədər düşür. B məntəqəsi də elə A məntəqəsi ilə eynidir. Eyni bucaq altında görəcək günəşi. Çünki bizə nə deyir? Deyir ki, hər ikisinə də eyni bucaq altında düşür günəş şüaları. Ona görə biz A-nı tapsaq elə B-ni də tapmış olacaq. Yəni burada B nə rol oynayır heç bəlli deyil də. Yəni bu baş qarışıqlıq yaratmaq üçündür bu B burada, yəni mənasız bir şeydir. Sadəcə çaşqınlıq yaratmaq üçün B-ni atıblar bura. Nəysə. İndi gəlin hesablayaq. Əvvəlcə 60 dərəcəni hesablayaq. Yay gündönümü günü düstura əsasən 90 dərəcə çıxılsın. Coğrafi enlikdən çıxırıq. Günəş şüalarının zenitdə olduğu enliyi, yəni 23,5 dərəcə şimal enliyini, o da bərabərdir 90 çıxılsın. Edəcək 36,5, o da bərabərdir 53,5 dərəcə. Əgər məntəqə 60 dərəcə şimal enli dairəsinə yerləşirsə, 53,5 dərəcə bucaq altında düşəcək günəş şüaları. Əgər 20 dərəcədə düşsə, indi gəlin onu da hesablayaq. 90 dərəcə çıxılsın. 23,5 dərəcə çıxılsın 20. O da bərabərdir 90 çıxılsın 3,5. O da bərabərdir 86,5 dərəcə. İndi baxaq variantlara. Görək 53,5 yoxdur, 86,5 var. Ona görə də biz sadəcə 86,5-i götürəcəyik. Yəni məntəqə 20 dərəcə şimal enli dairəsində yerləşir cavablara görə. Yəni birin cavabı oldu D variantı. İkinci sual, paleotektonik proseslərin baş verdiyi ərazilər.
Deməli, paleotektonik qədimdə baş vermiş tektonik proseslərdir və əsasən platformalara uyğun gəlir, platformalarda olur. Neotektonik isə Kainozoyun neogen dövründə müasir dövrümüzədək davam edən tektonik proseslərdir və geosinklinal sahələrə uyğundur. Yəni neotektonik geosinklinal sahələrdə olur. İndi gəlin baxaq görək məntəqələrə. 2 geosinklinal ərazidə götürməyəcək bizə platforma sahələri lazımdır. 3 də Antda yerləşir, geosinklinalda götürməyəcəyik. 6 da həmçinin geosinklinal ərazidə götürməyəcəyik. 1 platformadır, 4 Afrikada platformadır, 5 də həmçinin platforma sahəsidir. 1, 4, 5 bizim doğru cavablarımızdır. Baxırıq variantlara. A variantı uyğundur. 2-nin cavabı A variantıdır. Sual 3. Doğru sıraları müəyyən edin. 1. Etna vulkanı materik olaraq Avrasiyada yerləşir. Bəli, fəaliyyətdə olan vulkandır, düzdür. İtaliya ölkəsinin Siciliya adasında yerləşir. 1-i götürəcəyik. 2. Orizaba Şimali Amerikada yerləşir. Bəli, fəaliyyətdə olan vulkandır. Doğru cavabdır. 2-ni də götürürük. 3. Şasta Şimali Amerikada yerləşir. Bəli, lakin sönmüş vulkan deyil, fəaliyyətdə olan vulkandır. Ona görə biz 3-ü götürmürük. 4. Chimborazo Cənubi Amerikada yerləşir. Sönmüş vulkandır. Bəli, 4-ü də götürəcəyik. Elbrus Avrasiya materikində yerləşir, lakin fəaliyyətdə olan vulkan deyil, sönmüş vulkandır. Elbrus bilirsiniz ki, Qafqaz dağlarının ən yüksək zirvəsidir. Deməli, bizim doğru cavablarımız oldu. 1, 2, 4, C variantı doğru cavabdır. Keçdik 4-cü suala. Sxemdə ərazisindən dövlət sərhədi keçən hansı iki inzibati rayonun yerini dəyişdikdə ardıcıllıq doğru olar? Gəlin baxaq. Şəkidən bəli dövlət sərhədi keçir, sonra Oğuzdan keçir həmçinin. Sonra biz sadə qərb istiqamətində gedirdə İmişlidən keçir. Həmçinin sonra Füzuli, sonra Beyləqan yazıblar. Burada səhv eləyiblər. Təbii ki, Beyləqan birinci olmuş olacaqdı, sonra Füzuli gəlmiş olacaqdı. Yəni Beyləqan, sonra Füzuli, sonra Zəngilan, sonra Qubadlı, sonra Kəlbəcər. Variantlara baxırıq. C variantı bəli, Füzuli və Beyləqanın yeri dəyişdirilməlidir burada. 5-ci suala keçid edirik. Deməli, uyğunluğu müəyyən edin. Xəritə və plan. Gəlin bunu burada yazaq. Uyğunluq olan kimi burada yazaq. 1, 2. Bir xəritə 2 plan yalnız böyük miqyasda təsvir olunur. Bu, təbii ki, plana aiddir. Kiçik ərazilər təsvir olunduğu üçün böyük miqyasda təsvir olunur. Deməli, A getdi 2-yə. Böyük ərazilərin müstəvi üzərində təsviri xəritədir. Ona görə kiçik miqyaslı təsvir olunur çox vaxtı. Deməli, B getdi 1-ə. Sonra C-yə baxırıq. Ərazidə yalnız görünən komponentlər təsvir edilir. Bu, təbii ki, plana aiddir. Yəni, C getdi 2-yə. D təhrif olmur. Təbii ki, bu da plana aiddir. Xəritə təhrifli təsvirdir. Plana aiddir deyirsək, C yazacaq bunu. A, C-dir. Generalizasiya çoxdur, yəni ixtisar çoxdur və ya ümumiləşdirmə çoxdur. Bu, təbii ki, xəritəyə aiddir. Təbii və sosial-iqtisadi proseslər təsvir olunur. Bu da, təbii ki, xəritəyə aiddir. Deməli, 1-ə BYF, 2-yə ASD. Bir dəqiqə. Aha. Bizim doğru cavabımız oldu 5-də B variantı. 6-cı suala baxırıq. Xəritə sxemdə göstərilmiş dağ silsilələrinin mütləq hündürlüyünün artmasına görə sırasını müəyyən edin. 1. Bir Murovdağdır. Ən hündür zirvəsi Camışdağ 3724 metr. 1. 3724 yazaq belə qısacası. 2. Zəngəzur silsiləsinin Qapıcıq zirvəsidir. 3904 metr. 2 yazaq 3904. 3. Yan silsilənin Şahdağ zirvəsidir. 4243 metr hündürlükdədir. 4243 metr. 4. Talış dağlarının Kömürgöy zirvəsi 2493 metr.
Bizdən hündürlüyün artmasına görə deyir. Ona görə baxırıq. 4 birinci gələcək. Sonra gələcək 1, sonra gələcək 2, sonra gələcək 3. 4, 1, 2, 3 bizim doğru cavabımızdır. Yəni D variantı doğru cavabdır. 7-ci suala baxırıq. Sxemdə M məntəqəsində havanın temperaturu 7,6 dərəcə Selsi, N məntəqəsində isə 12,4 dərəcə Selsidir. A nöqtəsində atmosfer təzyiqi 740 mm olarsa, K məntəqəsində atmosfer təzyiqini hesablayın. Hündürlüyə doğru temperatur artıbsa, biz artıq bilirik ki, bu çökəklikdir. Çökəklik bircə dəqiqə. Düzdür. Hündürlüyə doğru, daha doğrusu, yəni hündürlüyə doğru yox, getdikcə daxilə doğru deyək də, belə deyək. Daxilə doğru temperatur azalıbsa, bu çökəklikdir. Çünki bilirik ki, yer səthinə yuxarı qalxdıqca temperatur hər 1000 metrdə 6 dərəcə Selsi aşağı düşür. Yəni bu dağ deyil də, çökəklikdir. İndi gəlin baxaq. Bizdən K məntəqəsindəki atmosfer təzyiqini soruşur. Biz əvvəlcə temperaturlara əsasən kəsmə yüksəkliyi tapa bilərik. Bunun üçün nə edəcəyik? 12,4-dən çıxarıq 7,6-nı, o da edəcək neçə? 4,8 dərəcə. Biz bilirik ki, hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür. 4,8 dərəcə olması üçün lazım olan hündürlüyü tapacaq. Tənasüb yolu ilə həll edirik. 1000 vurulsun 4,8, o da bölünsün 6. Mən birbaşa cavabı yazacağam. 800 metr. Arada 2 boşluq var. Biz 800 metri 2-yə bölsək, kəsmə yüksəkliyi də taparıq. 800 bölünsün 2, o da bərabərdir. 400 metr bizim kəsmə yüksəkliyimizdir. İndi baxırıq, deməli, A məntəqəsindəki biz atmosfer təzyiqini bilirik. 740. İndi baxırıq, horizontallar arasındakı məsafələrin sayına 1, 2, 3, 4. 4-ü vurarıq 400-ə. Çünki kəsmə yüksəkliyimiz 400-dür. 4-ü vuraq 400-ə. O da bərabərdir 1600 metr. Hündürlük fərqidir. A ilə K arasındakı hündürlük fərqi 1600 metrdir. Biz əgər təzyiqə çevirmiş olsaq, ona bölməliyik. Yəni, yer səthindən hər 10 metr yuxarı qalxdıqca 1 mm təzyiq aşağı düşür. Ona görə biz təzyiqi tapmaq üçün 0-ın 1-ini atacaq. Yəni, ona böləcək 160 mm fərq var. Təzyiq fərqi A ilə K arasında. Deməli, A-da təzyiq verib 740-dır. Yuxarıya doğru, daha doğrusu K hündürdə olmuş olacaq da A-dan. Çünki A çökəkdə dayanıb. Ona görə təzyiq azalmış olacaq. Ona görə biz 740-dan, yəni A-nın yerləşdiyi atmosfer təzyiqindən 160-ı çıxmalıyıq K-dakı təzyiqi tapmaq üçün. Çünki bura artıq hündür nöqtə olmuş olacaq A-dan. 740-dan da çıxaq 160-ı. Taparıq 580 mm civə sütunu K-dakı təzyiqi tapdıq və 7-nin cavabı C variantıdır. 8-ci sual, xəritə sxemə əsasən ümumi radiasiyanın miqdarının nisbətən az olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Gəlin baxaq, hardakı buludluluq çoxdur, hansı ərazilərdəki buludluluq çoxdur, həmin ərazilərdə ümumi radiasiyanın miqdarı az olur. Hansı ərazilər ki, quraqdır, buludlu günlərin sayı azdır, orada ümumi radiasiya çox olmuş olacaq. Naxçıvan ərazi boyu düzənliklərində çoxdur, altını götürmürük. 4-də də həmçinin çoxdur, çünki yüksək zirvədir bura. Yüksək zirvələrdə də ümumi radiasiya miqdarı çox olur. 4-ü götürməyəcəyik, 6-nı götürməyəcəyik. 1-də də həmçinin çox olur, onu da götürməyəcəyik. 5, 2, 3 buludluluğun çox olduğu yerlərdir. Ona görə burada ümumi radiasiya nisbətən az olur. 2, 3, 5 bizim doğru cavabımızdır. Səbəbi də buludluluğun yüksək olması. 8-in cavabı A variantıdır. 9-cu suala keçirik. Xəritə sxemdə göstərilən məntəqələrə aid doğru fikirləri müəyyən edin.
Baxaq görək doğru fikirlər hansılardır. 1-ə aiddir. Deyir 3, 5. 3-ə baxırıq. Hindistan ərazisi, 5 Braziliya dağlıq yaylası. Burada deyir yay ayları rütubətli keçir. Bəli, hər ikisi də subekvatorial iqlim qurşağında yerləşdiyi üçün yayda ekvatorial hava kütləsi hakimdir və bol yağıntı gətirir özü ilə bərabər. Ona görə bir bizim doğru cavabımız olmuş olacaq. 2-yə baxırıq. 2 və 4. 2 buradır. 4 isə Ərəbistandakı səhralıq ərazidir. Burada deyir buxarlanma miqdarı çoxdur. 2-də bəli çoxdur, ekvatorial sahədə yerləşir. Lakin 4-də çox deyil, çünki bura səhra zonasıdır. Səhralarda buxarlanma yox, buxarlanma qabiliyyəti çox olur. Ona görə 2 səhv cavabdır, 2-ni götürmürük. 3-ə baxırıq. 1 və 2. 2 yenə ekvatorial sahədir. 1 Avropanın qərb hissəsidir. İfrat rütubətlənmə şəraitinə malikdir. Bəli, ekvatorial zonada rütubət çox olduğu üçün ifrat rütubətlənmədir. Həmçinin Avropanın qərb hissəsində də mülayim dəniz iqlim hakimdir. Rütubət çoxdur. Ona görə yaranmış ola bilər. İfrat rütubətlənmə şəraiti 3-ü də götürürük. 1, 3 hələ ki doğru cavabımızdır. 4-ə baxırıq. 3, 6, 3 buradır, 6 isə buradır. Tropik mussonların təsirinə məruz qalır. 3 ola bilsin ki, qalır, lakin 6 qalmır. Niyə? Çünki Avstraliyanın mərkəzidir, səhra zonasıdır. Mussonların təsirinə məruz qalmır. 4-də götürmürük. 5-ə baxırıq. 4 və 6 yüksək təzyiq qurşağında yerləşir. Bəli, hər ikisi də tropiklərdə yerləşir və biz bilirik ki, tropiklərdə yüksək təzyiq hökm sürür. 5-i də doğru cavab kimi götürəcəyik. 1, 5 qərb küləklərinin təsiri altındadır. 1, 5, 1 ola bilər. Bəli, qərb küləklərinin təsiri altında ola bilər. Lakin 5 passat küləklərinin təsiri altındadır. 6 da səhv cavabdır. Bizim doğru cavablarımız 1, 3, 5-dir. 9-un cavabı C variantıdır. Keçdik 10-cu suala. Onda nə deyir? Orta duzluğa malik 10 litr okean suyundan alınan duzun miqdarı ilə Xəzər dənizinin cənubundan 13 promil eyni həcmdə götürülmüş sudan alınan duzun miqdarı arasındakı fərqi hesablayın. Gəlin bunu eləyək. Biz bilirik ki, 1 litr suda 35 qram duz var. 10 litri tapacaq. 10 litrdə nə qədər duz var? X bərabərdir 350 qram. İndi deyir Xəzər dənizinin cənubundan eyni həcmdə götürülmüş sudan alınan duzun miqdarı arasındakı fərqi hesablayın. Xəzər dənizinin 1 litrində 13 qram duz var. 13 qram. Yenə eyni həcmdə dediyi üçün 10 litri tapılmış olacaq. 10 litr X bərabərdir 130 qram. Bizdən fərqi soruşur. 350-dən də 130-u çıxarıq. Fərqi taparıq. 220 qram fərq var. Cavab, onun cavabı A variantıdır. 11-ci suala baxırıq. Davamlı inkişaf konsepsiyasına aid deyil. Deməli, 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Braziliyanın Rio de Janeiro şəhərində keçirilmiş beynəlxalq konfransda 172 dövlət başçısının iştirakı ilə davamlı inkişaf konsepsiyası qəbul edilib. Deməli, davamlı inkişaf təbii ehtiyatlardan səmərəli istifadəni, enerji istehsalında alternativ enerji, yəni tükənməyən enerji mənbələrinə keçməyi tövsiyə edirdi. Bundan başqa istehsalda tullantıların azaldılmasını tövsiyə edirdi. İnnovasiya texnologiyalarının tətbiqini, yüksək ixtisaslı kadrların hazırlanmasını, əhali məşğulluğunun təmin edilməsini, ətraf mühitin qorunmasını və s. nəzərdə tuturdu. İndi gəlin baxaq cavablara. A. İqtisadi artıma nail olmaq. Bəli, bu aiddir. Bizdən aid deyili soruşur. B-yə baxırıq. Faydalı qazıntı yataqlarının istismarının artırılması. Xeyr, bu səhv cavabdır. Elə bizim doğru cavabımız B olacaq. Digərlərinə də baxaq. İnsan hüquqlarının qorunması, bəli, inkişaf konsepsiyasına aiddir. Əhalinin iş yerləri ilə təmin olunması, bəli, inkişaf konsepsiyasına aiddir. Ekosistemin bərpası da həmçinin inkişaf konsepsiyasına aiddir. Bizim doğru cavabımız B variantı olmuş oldu. 12-ci suala baxırıq. Respublikamızda taxıl əkinləri geniş yayılsa da, bu məhsullara tələbatın bir hissəsinin idxal hesabına ödənilməsinin səbəbi
A variantına baxırıq. Məhsuldarlığın aşağı olması. Bəli, bu ilə doğru cavabdır. Məhsuldarlıq aşağı olduğu üçün biz idxal hesabına tələbatın bir hissəsini ödəyirik. B-yə baxırıq. İşçi qüvvəsi çatışmazlıq. Xeyr, Azərbaycanda işçi qüvvəsi çatışır. C. İdxal məhsulun daha ucuz olması. Xeyr, idxal məhsulu daha ucuz deyil. D. Yerli emal imkanlarının məhdud olması. Xeyr, bu da doğru cavab deyil. Əhalinin tələbi artımının daha yüksək olması. Bu da səhv cavabdır. Doğru cavab 12-də A variantıdır. 13-cü suala baxırıq. Əlamətlərin aid olduğu təbii zonanı müəyyən edin. Asiyada meşə və səhra zonaları arasında yerləşən təbii zona təbii ki, çöldür. Ekvatordan cənubda yalnız Cənubi Amerikada mövcuddur və bilirik ki, bu çöl zonasıdır və Cənubi Amerikada çöl zonasını adlandırırlar Pampa. Ona görə bizim doğru cavabımız 13-də olmuş olacaq. D variantı çöllər. 14-cü suala baxırıq. Şərq yarımkürəsində yerləşən və müvafiq olaraq kənar, daxili, adalararası mövqeyə malik dənizlər. Bu asan sualdır. Bafik Karib dənizi qərb yarımkürəsində yerləşir. Avtomatik olaraq B və Y çıxdı cavablar arasından. Çünki bizdən şərq yarımkürəsini soruşur. Deməli, kənar dənizdir. Cənubi Çin kənar dənizidir. Bəli, 1-ə D uyğun olmuş olacaq. Sonra daxili dəniz Karib dənizi, üzr istəyirəm, Baltik dənizidir. 1-ə C olacaq. Bircə dəqiqə 2-yə S olacaq. Gəlin burada yazaq, yoxsa belə qarışdırıram. Deməli, kənara dediyi Cənubi Çin 1D, daxili Baltikdir 2C, adalar arası isə Yava dənizidir. 3-ə də A olmuş olacaq. İndi variantlara baxırıq. 1D, 2C, 3A. O cavab oldu 14-də. Bircə dəqiqə görsənmir. 14-də oldu Y. Doğru cavabımız. Keçid edirik 15-ci suala. Demoqrafik böhranın yarada biləcəyi problemlər. Deməli, demoqrafik böhran nədir? Demoqrafik böhran əhalinin təbii azalması prosesidir. Təbii artımın azalması prosesi və bu ən çox təbii ki, inkişaf etmiş ölkələrə xas xüsusiyyətdir. İndi baxaq görək, yəni inkişaf etmiş ölkələrdə hansı problemlər yaranır demoqrafik böhranla əlaqədar. 1. İşçi qüvvəsinin çatışmaması. Bəli, işçi qüvvəsi çatışmır, biri götürəcəyik. 2. Urbanizasiya prosesinin idarə oluna bilməməsi. Xeyr, 2 səhv cavabdır. 3. İmmiqrasiya nəticəsində ölkə əhalinin milli tərkibinin dəyişməsi. Bəli, immiqrantların hesabına milli tərkib dəyişir. 3-ü götürürük. Millətin qocalması. Bəli, yaşlı əhalinin sayı çoxalır. Doğum azaldığına görə 4 də götürəcəyik. 1, 3, 4. Doğru cavabımızdır. 15-ci cavabı D variantıdır. Digər cavablarda təbii ki, səhv olmuş olacaq. Emiqrasiyanın artması hesabında kənd əhalinin payı artması. Xeyr, kənd əhalinin payı artmır. Əhalinin həyat səviyyəsinin aşağı düşməsi. Xeyr, bu da səhv cavabdır. 1, 3, 4 bizim doğru cavabımız 15-də D variantıdır. 16-cı suala keçid edirik. Çay yatağının en kəsiyinin sahəsi 15 kvadrat metr, su sərfi 90 kub metr saniyə olarsa, çayın axın sürətini metr saniyə ilə müəyyən edin. Təbii ki, bu düstura əsasən hesablanacaq. 2 bərabərdir. Biz bilirik ki, F vurulsun V. Biz buradan çayın axın sürətini, yəni V-ni tapmış olacaq. V bərabərdir Q-nü böləcəyik F-ə düstura əsasən. Q də neçədir? Q. Çayın su sərfi 90-dır. 90. F-imiz nə qədərdir? 15. 15-ə böləcəyik. O da bərabərdir 6. Cavabımız 16-da C variantıdır. 17-ci sual. Bakı, Gəncə və Mingəçevir şəhərləri üçün ümumi əlamət A variantı həm ağır, həm də yüngül sənaye müəssisələrinə malikdir. Deməli, həm ağır, həm də yüngül sənaye müəssisələrə malikdir. Bəli, hər üçünə də uyğundur. Bizdən də ümumi əlaməti soruşur. Ona görə elə 17-də cavab A variantıdır. Digərlərinə baxıb uzatmaya, onda video çox uzun olmuş olur. Baxırıq indi 18-ə. Əsas məqamları çalışıram ki, izah edeyim, amma bəzi məqamlar var ki, onları izahata ehtiyacı yoxdur deyə fikir edirəm. Sual 18-ə baxırıq. Türkiyəni digər müstəqil türk dövlətlərindən fərqləndirən əlamətlər.
Bir ərazisi iki qitədə yerləşir. Bu fərqləndirən əlamət deyil, çünki Qazaxıstanın da ərazisi iki qitədə yerləşir. 2. Turizm təsərrüfatı güclü inkişaf etmişdir. Bəli, Türkiyə turizm ölkəsidir və həqiqətən bu digər Türk dövlətlərindən fərqlənir. 2-ni götürəcəyik. Bütünlükdə geosinkronal qurşaqda yerləşir. Bu fərqləndirici xüsusiyyət deyil, çünki Azərbaycanda geosinkronal qurşaqda yerləşir. Böyük kabotaj daşımalara malikdir. Bəli, bu fərqləndirici xüsusiyyətdir. Böyük kabotaj nədir? Belə ki, yük daşımalar bir ölkənin eyni dənizinin limanları arasında olarsa, bu kiçik kabotaj adlanır. Müxtəlif limanlar arasında olarsa, böyük kabotaj adlanır. Türkiyədə də bu özünü göstərir. Böyük kabotaj müxtəlif limanlar arasında daşımalar həyata keçirilir və bu böyük kabotaj adlanır. Deməli, götürdük 2-ni, 4-ü. Bir də baxırıq digərlərinə. Çayları həm dünya okeanına, həm də daxili axarsu hövzəyə aiddir. Bu fərqləndirici xüsusiyyət deyil. Çünki Qazaxıstanın da çayları həm dünya okeanına, həm də daxili axarsu hövzəyə aid edilir. 6-ya baxırıq. Dünya okeanına birbaşa çıxışı var. Bəli, bu fərqləndirici xüsusiyyətdir. Türkiyənin dünya okeanına birbaşa çıxışı var. 2, 4, 6 bizim doğru cavabımızdır. 18-in cavabı B variantı. Sual 19. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatının intensiv inkişafını təmin edir. Deməli, kənd təsərrüfatında iki başlıca forma var. İntensiv və ekstensiv. İntensiv inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Ekstensiv isə inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. İntensiv nədir? İntensiv elmi-texniki tərəqqinin son nailiyyətlərini tətbiq etməklə məhsul vahidinin artırılmasıdır. Ekstensiv isə sahə vahidinin və işçi qüvvəsinin sayını artırmaqla ənənəvi avadanlıqları bərpa etməklə məhsul vahidinin artırılmasıdır. İntensiv kənd təsərrüfatı mexanikləşdirmə və kimyalaşdırma, meliorativ tədbirlər və s. üçün böyük vəsait tələb edir. 20-ci əsrin ikinci yarısından sonra əkinçilik sahəsində həyata keçirilən yaşıl inqilab və heyvandarlığa tətbiq olunan sənaye texnologiyası Latın Amerikası, Asiyan və Türkiyədə də öz bəhrəsini vermişdir. Nəticədə həmin ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmışdır. İndi gəlin baxaq. A variantına baxırıq. Hazır məhsulların ixracının xarici investorlara sərfəli olması. Xeyr, bu düzgün cavab deyil. Biotexnologiyanın inkişafı və ucuz işçi qüvvəsi ilə təminat. Ucuz işçi qüvvəsi yoxdur. Aqroiqlim və torpaq ehtiyatları ilə yüksək səviyyədə təminat. Aqroiqlim ehtiyatları ilə yüksək səviyyədə təminat yoxdur. Çünki inkişaf etmiş ölkələrin çoxu mülayim iqlim qurşağında yerləşir, xüsusilə də Avropa ölkələri və burada aqroiqlim ehtiyatları o qədər də zəngin deyil. Sonra geniş daxili bazar və məhsulun maya dəyərinin aşağı olması, bu da təbii ki, səhv cavabdır. Y. Aqrar sənaye kompleksi və agrobiznesin qarşılıqlı fəaliyyəti. Y variantı bizim doğru cavabımızdır. 20-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Təsərrüfat strukturunda birinci və ikinci sektorların payı üstündür. Təsərrüfat strukturunda 3 və 4-cü sektorların payı üstün. Deməli, birinci və ikinci sektorlar bildiyimiz kimi inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. 3 və 4 isə inkişaf etmiş ölkələr üçün səciyyəvidir. İndi gəlin seçək. İtaliya inkişaf etmiş ölkədir, 2-yə aiddir. İsveçrə inkişaf etmiş ölkədir, ikinci qrupa aiddir. Sonra İspaniyada inkişaf etmiş ölkədir, ikinci qrup. Yəni ikinci dediyim buna aiddir də, yəni sektor olaraq 3 və 4 qarışıqlıq olmasın. Deməli 2-yə aid oldu 1, 4, 5. Qalan inkişaf etməkdə olan ölkələr hansılar ki, Nigeriya, Qazaxıstan və Azərbaycandır. Onlar da 1-ə aiddir, yəni birinci və ikinci sektorların payı üstündür bu ölkələrdə. Deməli 1-ə aid oldu 2, 3, 6, 2-yə aid oldu 1, 4, 5, 20-nin cavabı C variantıdır. 21-ci suala keçid edirik. Xəritə sxemdə işarələnmiş fiziki coğrafi rayonlar üçün ümumi əlamətlər.
Qanı Xeyriçay və Gəncə fiziki rayonlarından söhbət gedir. Gəlin baxaq, bir intrazonal landşaft yayılmışdır. Qanı Xeyriçayda intrazonal landşaft yayılsa da Gəncədə yayılmayıb. Ona görə bu ümumi əlamət deyil. Bir çıxdı sıradan. Ərazisi 200 metrdən yüksəkdə yerləşir. Bəli, bu hər ikisi üçün də ümumi cəhətdə 2-ni götürürük. Sonra Üç çayları Kür hövzəsinə aiddir. Bəli, çayları Kür hövzəsinə aiddir. Üçü də götürəcəyik. Deendasiya prosesi üstündür. Xeyr, deendasiya prosesi yüksək dağlıqda olur ən çox. Bunlar dağətəyi ərazilərdir. Qanı Xeyriçay dağətəyidir və burada akkumulyativ proseslər gedir. Akkumulyasiya prosesi üstünlük təşkil edir. Eyni zamanda Gəncədə də. Ona görə 4 doğru cavab deyil. 5 ölkə ərazisinin ən seysmik zonalardır. Xeyr, ən seysmik zona bilir ki, Dağlıq Şirvan zonasıdır. Qışı quraq gecə mülayim isti iqlim tipi hakimdir. Bəli, hər ikisində də qışı quraq gecə mülayim isti iqlim tipi var. C variantı 2, 3, 6, 2, 3, 6 bizim doğru cavabımızdır. 22-ci suala baxırıq. Venn diaqramına uyğun bəndləri müəyyən edin. Sırdərya çayı, Kür çayı, Sırdərya çayı Aral dənizinə tökülür. Sonra Kür çayı isə Xəzər dənizinə tökülür. Birinci haqqında baxaq görək variantlara. Mənbəyi və mənsəbi Türk dövlətləri ərazisindədir. Gəlin bunu burada yazaq, qarşılıq olmasın. 1, 2, 3. Deməli, bir mənbəyi və mənsəbi Türk dövlətləri ərazisindədir. Bu hər ikisinə də aiddir. Biri buradan yazacaq. Mənsəbi okean səviyyəsindən yüksəkdədir. Bu Arala aiddir. Yəni, Sırdərya bildiyimiz kimi Arala tökülür. Aralda səviyyəsi okean səviyyəsindən yüksəkdədir. 2, 1-ə gedəcək. Mənsəb okean səviyyəsindən aşağıdadır. Kür çayı Xəzər dənizi okean səviyyəsindən aşağıdadır. 3 bura. Buzlaq suları ilə qidalanma üstünlük təşkil edir Sırdərya çayında. Daxili axarsız hövzəyə aiddir hər ikisi də. Suvarmada mühüm rol oynayır. Yenə hər ikisi suvarmada mühüm rol oynayır. 6 da bura getdi. Deməli 1-ə 2, 4, 2-yə 3, 3-ə isə 1, 5, 6. 22-nin cavabı A variantıdır. Ölkənin dəmir yollarının uzunluğu 8500 km, sıxlıq isə 0-dan 117 km kvadrat kilometrdir. Ölkənin sahəsini hesablayan, təbii ki, ölkənin sahəsini hesablamaq üçün nə edəcəyik? 8500-ü böləcəyik 0-dan 117-yə. O da bərabərdir 50.000 kvadrat kilometr. Həmin ölkənin sahəsi. Deməli, bu bilirsiniz də hansı düsturla hesabladıq? S bərabərdir L bölünsün F düsturu ilə hesabladıq. Bu düstura əsasən sıxlıq bərabərdir dəmir yollarının uzunluğu bölünsün ölkənin sahəsinə. F-ə. Buradan da biz F-i tapmaq üçün təbii ki, L-i S-ə bölmüş olacaq. Yəni, L bizdə 8500 idi. S-imiz isə sıxlıq, yəni 0-dan 117 idi. Və buna əsasən, bu düstura əsasən hesabladıq. Coğrafiya məsələləri eləmək üçün yəni, düsturların hamısını bilmək lazımdır. 24. Qoruq və milli parkların yerləşdikləri ərazilərin mütləq hündürlüklərinin azalma sırasını müəyyən edin.
Baxırıq, deməli, qoruq və milli parkların yerləşdikləri əraziləri mütləq hündürlüklərinə görə azalma sırasını müəyyən edin. 1 Eldar Şamı, 2 Şirvan, 3 Qaragöl, 4 Göygöl qoruğu. Deməli, Eldar Şamı Samux rayonunun ərazisindədir. Şirvan qoruğu Salyan və Neftçala rayonlarının ərazisinə düşür. Qaragöl qoruğu Laçın rayonunun ərazisindədir. Göygöl isə Göygöl rayonunun ərazisindədir. Deməli, bunlardan mütləq hündürlüyü ən yüksək olan Qaragöldür. 3-ü qeyd edəcəyik. Gəlin burada yazaq. Deməli, 3 yazırıq. Sonra Qaragöldən sonra gəlir Göygöl. Azalmaya doğru gedir daha doğrusu. 3, 4, Eldar Şamı sonra və mütləq hündürlüyü ən az olan Şirvan qoruğu. 3, 4, 1, 2 bizim doğru cavabımızdır. 25-ci suala baxırıq. Respublikamızda sahəcə ən kiçik iqtisadi rayona aid olan əlamətlər. Deməli, sahəcə ən kiçik iqtisadi rayon Bakı iqtisadi rayondur. Ona görə Bakıya uyğun cavabları seçəcəyik. Ən iri SES və İES-lər bu iqtisadi rayonda yerləşir. Bir səhv cavabdır, biri götürməyəcək. Çünki Bakı iqtisadi rayonunda su elektrik stansiyası yoxdur. 2. Ərazisində 1000 metrdən yüksək dağlar üstünlük təşkil edir. Xeyr, Bakı iqtisadi rayonunda 1000 metrdən yüksək dağ yoxdur. 3. İqtisadiyyatda kənd təsərrüfatının payı çox azdır. Bəli, kənd təsərrüfatının payı çox azdır, sənayenin payı yüksəkdir. 3-ü götürəcəyik. Zəngin qeyri-filiz və filiz ehtiyatlarına malikdir. Bu da təbii ki, doğru cavab deyil. Zəngin filiz ehtiyatları yoxdur Bakıda. Ən yüksək urbanizasiya səviyyəsinə malikdir. Bəli, 5-i götürəcəyik. Belə ki, kəndlərdən, rayonlardan Bakıya axın edirlər və Bakıda əhali sayı durmadan artır, şəhər əhalinin sayı getdikcə artır. Sonra mühüm nəqliyyat və sənaye mərkəzidir. Bəli, bayaq dedik, sənaye burada yüksək inkişaf edib. Nəqliyyat da həmçinin. Bizim doğru cavablarımız oldu 3, 5 və 6. Keçid edirik 26-cı suala. İspaniya və Birləşmiş Ərəb Əmirlikləri üçün oxşar xüsusiyyətləri müəyyən edin. 1. Əhalisi Hind-Avropa dil ailəsinə mənsubdur. Deməli, İspaniya Hind-Avropa dil ailəsinə məxsusdur, lakin Birləşmiş Ərəb Əmirliyi yox, biri götürmürük. Yarımadada yerləşir, bəli, hər ikisi də yarımadada yerləşir, 2-ni götürəcəyik. 3. İmmiqrasiya prosesi üstündür, bəli. İspaniya həm də Birləşmiş Ərəb Əmirliyinə immiqrantlar gəlir. Bilək ki, Birləşmiş Ərəb Əmirliyi neftlə zəngin ölkədir. İran körfəzi ölkələrindəndir. Buna görə digər ölkələrdən bura işləməyə gəlirlər. 2 və 3 doğru cavablarımızdır. 4. Xarici ticarətdə daha çox hazır məhsul satışa çıxarır. Bu səhv cavabdır. İşçi qüvvəsinin artıqlığı problemi özünü göstərir. Bu da səhv cavabdır. İşçi qüvvəsi artıq deyil, işçi qüvvəsi çatışmır, əksinə. 2 və 3 bizim doğru cavablarımızdır. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin deyir. Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, bir də verib mineral bulaqlar. Gəlin indi uyğunluğu müəyyən edək. 1, 2, 3 yazaq. Deməli, A isti su Kiçik Qafqazdadır. Ona görə 2-yə yazacaq A-nı. Sonra Şırlan da həmçinin Kiçik Qafqazdadır. Meşə su Talış dağlarındadır. Qalaaltı Böyük Qafqazdadır. Xaşı da həmçinin Böyük Qafqazdadır. Deməli, 1-ə deyik, 2 A, B, 3 C. Keçdik situasiya tipli tapşırıqlara. Madaqaskar adasının iqliminin formalaşmasında passat küləkləri əsas rol oynayır. Adanın mərkəzində yerləşən dağların şərq yamacları rütubətli, qərb yamacları isə quraqdır. Deməli, Madaqaskar adası Afrika materikində yerləşir və Cənub yarımkürəsində yerləşir.
passat küləkləri hökm sürür və buna görə də passat küləkləri cənub-şərq hissəsinə, adanın cənub-şərq hissəsinə bol yağıntı gətirir, Hind okeanından gətirir. Və bildiyimiz kimi passatlar cənub-şərqdən əsir. Bu arada cənub-şərqdən şimal-qərbə doğru əsən küləklərdir. Və buna görə də şərq yamacları daha çox yağıntı alır qərb yamaclarına nisbətən. İndi 28-ə baxaq görək nə deyir 28-də. Mətnə əsasən adadakı hakim küləklərin istiqamətini və dağların külək tutan və tutmayan yamaclarını müəyyən edib yazın. Bayaq dedik, hakim küləklərin istiqaməti cənubi şərqdən şimal-qərbə doğrudur. Belə ki, Madagaskar adası cənub yarımkürəsində yerləşdiyi üçün cənub yarımkürəsində də passatlar cənub-şərqdən şimal-qərbə doğru istiqamətlənirlər, istiqamət alırlar. Bəs digər nədir? 2-yə də cavab verək. Dağların külək tutan və tutmayan yamaclarını müəyyən edib yazın deyir. Dağların şərq yamacları külək tutan yamaclardır, qərb yamacları isə külək tutmayan yamaclardır. Çünki bayaq dedik, passatlar cənub-şərqdən əsdiyi üçün şərq tərəfi külək tutan yamaclar olmuş olacaq. Mən bunu bura yazacağam. Vaxt getməsin deyə yazıb sonra göstərəcəm sizə. Deməli, yazdım. Passat küləkləri deməli cənub-şərqdən şimal-qərbə doğru əsir. Dağların şərq yamacları külək tutan yamaclardır. Qərb yamacları isə külək tutmayan yamaclardır. İstəsəz skrin edə bilərsiniz. Deməli, keçdik 28-i elədik. Keçirik 29-a. Mətnə əsasən dağların yamaclarında fərqli iqlim şəraitinin formalaşmasının səbəbini yazın. Belə ki, dağların külək tutan yamaclarında qalxan hava soyuyaraq doyma həddinə yaxınlaşır və doymuş hava yağıntı verir. Əks yamaclarda isə enən hava qızaraq doyma həddindən uzaqlaşır və yağıntı vermir. Belə bu şəkildə olacaqdır. Onu da yazım istəyirsiniz. Deməli, bunu da yazdım. İstəsəz skrin edərsiniz. Belə. 30-cu suala baxırıq. Yamaclarında yağıntıların paylanmasına görə mətndə verilmiş adadakı dağlar ilə oxşar təbii şəraitə malik əraziləri xəritə istiqamət əsasən müəyyən edib yazın. Deməli, baxırıq. 6 böyük su ayırıcı dağlarıdır. Bəli, həmin Madagaskar ərazisi ilə oxşar xüsusiyyətə malikdir. Belə ki, şərq yamacları bol yağıntı alır. Qərb yamaclarına isə yağıntı az düşür. Qərb yamacları quraq ərazidir, şərqdə isə bol yağıntı düşür. 4 Himalay dağları da həmçinin oxşar xüsusiyyətə malikdir və bir də Kordilyer dağları oxşar xüsusiyyətə malik dağlardır. Şərq yamacları daha çox yağıntı alır qərbə nisbətən belə. Bu sınağın da sonuna gəldik. Gələn sınaqda görüşmək üzrə, sağ olun.